Kamin hiti ilə dünya miqyasında məşhurlaşan, əslən Azərbaycanlı olan tanınmış müğənni Johnny Cahit Hüseynli, səs dillərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb. Oxu az xəbər verir ki, bu barədə Maş Telegram kanalı məlumat yayıb. Martın 27-sində Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub. Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona 5 dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir. Eyni zamanda ona 3 həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb. Tibb mütəxəssislərinin xəbərdarlığına görə bu qaydalara əməl edilməməsi səsin həmişəli itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur. Xatırladaq ki, bir müddət əvvəl Johnny tanınmış gənc TikTok ulduzu Səbinə Xayrova ilə birgə Comedy Club proqramında görüntülənmişdi.